Xan yazır ki, daha doğrusu çoxaların dövlət babaları yaşasın. Xana buradan biraz şeyləri demək istəyirəm. Dövlət bizimdir. Hakimiyyət bizim olmaya bilər, amma dövlət bizimdir. Dövlət bizim bir evdir, evimizdir. Evin içində yaşayandan xoşun gəlmirsə, evə bomba qoyub partlatmalı deyilsən. Fikrim çatır, evi partlatmalı deyilsən ki, nədir ki, evin içində yaşayan sakindən mənim xoşum gəlmir, ev sahibindən xoşum gəlmir. Əgər hesab edirsən ki, sənin evi zəbt ediblər, hesab edirsən, sən nə eləməlisən? Gəlib evində olan adamın yapışıb qolundan çıxartmalısan bayıra. Hə, evi partlatmalı deyilsən. Bu dövlət bizim hamımızın dövlətidir, bu bizim evimizdir. Bu dövləti parçalamaq istəyən, bu dövləti dağıtmaq istəyən kifayət qədər insanlar var. Kimdənsə xoşu gəlmir deyə dövlət dağılsın. Amma dövlət dağılanda hamı açıqda qalacaq. Yağan yağış, yağan qar, dolu, çoğun hamısı bizim başımıza yağacaq. Bunu siz nə qədər fırladıb yaza bilərsiniz, yoza bilərsiniz ki, Vüqar Tovqol bunun nə demək istədi? Bu açıq və net bir mənalı şəkildə deyirəm. Dövlət bizimdir. Əgər biz hesab ediriksə ki, hakimiyyətdə oturanlar hamısı bizim yerimizi, evimizi zəbt ediblər, zəhmət çəkərik, yığışarıq bir yerə, gedib yapışıb qolundan, seçki yolu ilə uzaqlar çıxardarıq onları evdən, gətirib lazım olanı oturdarıq yerində. Yox, əgər biz bunu eləyə bilmiriksə, biz dövləti dağıtmalı deyilik. Yəni, acıq eləyib, insanlar öz tumanın batırmamalıdırlar. Mənim məcbur eləməm belə şey deyim. Bayaq siz üstədə bir şeylər yazdınız, mən cavab vermədim, xan. Kimsə düşdüyü o situasiyadan dolayı hökumətə nifrət eləyə bilər. Amma dövlətə nifrət eləmək vətənə xəyanət deməkdir. Mən bunu bu cür hesab eləməm. Çünki bu dövlət sənin, mənim, hamımızın evimizdir bu bizim. İnsan öz evinə nifrət eləyə bilməz. Öz ocağına nifrət eləyə bilməz. Bu məmləkətin bugünkü vəziyyətinin birbaşa günahkar Azərbaycan xalqıdır. Çünki Azərbaycan xalqı evində otura-otura istəyir ki, yağbal içində üssün. Elə şey olmur. Özü bütün dünya ölkələrinin hər yerində insanlar kütlələrə çıxırlar, gedirlər, liderlərini seçirlər, liderlərinin mitinglərində, toplantılarında iştirak edirlər, onların çağırışlarına səs verirlər, səslərinə səs verirlər, seçkidə gedib onu dəstəkləyirlər. Bizimki nə edir? Bizim süpürgəçi 20 manat qarşılığında qaçı seçkini saxtalaşdırır. Bizim müəllimdən çıxaracaq da geri seçkini saxtalaşdırır. Bizim həkim geri seçkini saxtalaşdırır. Bizdə hamı saxtalaşdırır. Və əgər bu hökumət saxtakar hökumətdirsə, bu bizi təmsil edir də, saxtakar xalqın saxtakar hökuməti olmalıdır. Başqa nə olmalı ki? Yox, əgər hökumət saxtakar deyilsə, xalq saxtakar deyilsə, deməli hökumət də saxtakar deyil. Yəni bu aksiyomadır, burada başqa şey yoxdur.